Bakının Nərimanov rayonunda məskunlaşan məcburi köçkünlər isə onlara diqqət göstərilməsindən narazıdırlar. Deməli, onları Müşfiqabad qəsəbəsində yerləşən və yeni salınan Qaçqın şəhərciyinə köçürmək istəyirlər. Amma əməkdaşımız Vüsailə ilə həmsöhbət olan məcburi köçkünlər buna narazılıq ediblər. Səbəbini reportajdan biləcəksiniz. Nərimanov rayonu Köroğlu Rəhimov küçəsi 824/835 ünvanında yaşayan məcburi köçkünlərin Müşfiqabad qəsəbəsinə köçürülməsi etirazla qarşılanıb. Onlar Mehdabad qəsəbəsinə köçürülmələrini istəyirlər. Əslində məcburi köçkünlərin indi yaşadıkları şərait də yaxşı deyil. Bura Milli Elmlər Akademiyasına məxsus elmi laboratoriya olub. İndi ərazi iş adamı tərəfindən özəlləşdirilib. Elə məcburi köçkünlərin köçürülmə zərurəti də bundan yaranıb. Hazırda ərazinin hasarlanması məcburi köçkünləri havasızlıq şəraitində yaşaması ilə nəticələnib. Həmçinin otaqlar da darısqal və şəraidsizdir. İllərdir təmir olunmadığından divarlar uçub tökülür. Mən nətər yaşayıram? Mən xəfə yerdə xəstə adamam. Mənim havam çatmır. Məhdə. Çəkil yerlərə baxın. Burada insan yaşayır. Gör, burada insan yaşayır. Bütün bunlar isə məcburi köçkünlərin köçürülməsinin onlar üçün daha yaxşı olacağını göstərir. Amma şikayətçilər Müşfiqabada deyil, Mehdabad qəsəbəsinə köçürülmələrini tələb edirlər. Şikayətçilər deyir, bizim üçün daha uyğunu buradır. Mənim gəlinim gedib qavıyır. Oğlum gedir, qarol çəkir gecə. O, buraya Müşfiqdan gəlib, oraya gedə bilməz. Burada Nərimanovda məktəbimizi köçürdülər ora. Uşaqların hamısı ora məktəbə gedir. Bizim burada yuxarı stadionun yanında qohum-əqrəbə hamı orada yaşayır, hamının da üzü gözü bir-biri örgənişib. Hamısı köçüb ora. Bizim iş yerimizə yaxın olduğu üçün, uşaqlarımız orada oxuduğu üçün, bizim qohum-əqrəbə hamı ora getdiyi üçün biz Mehdabad Müşfiqin bəlkə də şəraiti oradan da yaxşıdır. Məcburi köçkünlər Müşfiqabadla Mehdabad arasında yerlə göy qədər fərq görsələr də, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin Nərimanov rayon sektorunun müdiri Məmməd Hüseyin Dadaşov hər ikisinin abad, komfortlu və heç də bir-birindən fərqlənmədiyi qənaətindədir. Artıq ikinci dəfədir ki, Dövlət Qaçqın.com-un müvafiq komissiyası burada gəlib və bizim köçkünlərimizə mənzil təklif edib Müşfiq qəsəbəsində ailə sayına uyğun olaraq kvadratı müəyyənləşib. O qəsəbədə müəyyən infrastruktur var, yəni məktəblər, bağçalar, bunlar hamısı var. Belə qərar qəbul olunur ki, bu insanlar Müşfiq qəsəbəsində bugün belə limit var, yəni bu insanların yerləşdirilməsi üçün limit var və ora müəyyənləşib. Komitə nümayəndəsinin də dediyindən bəlli oldu ki, məcburi köçkünlər Müşfiqabad qəsəbəsindəki evlərə köçürüləcək. Şikayətçilər isə ya həmin əraziyə köçürülməklə razılaşmalı, ya da başlarının çarəsinə özləri baxmalıdırlar.